tərtib etdiyim həm MIQ, həm də olimpiada tipli sualın izahına baxacağıq. Sualın şərtində ucqar nöqtələri müxtəlif yarımkürədə yerləşən materiklə ucqar şərq və qərb nöqtəsi, qərb yarımkürəsində, həmçinin 3 yarımkürədə və 3 işıqlanma quşağında yerləşən materikin oxşar və fərqli cəhətini müəyyən etməyimizi istəyir. Ucqar nöqtələri müxtəlif yarımkürədə yerləşən materik Afrikadır. Yəni ucqar nöqtəsi Benseka, Rasengil, Əl-Əbiad, şərq ucqar nöqtəsi Ras Hafun, qərb ucqar nöqtəsi isə Greenwichdən qərbdə, demək ki, Almadi burnu hesab olunur. Cənub ucqar nöqtəsi isə cənub yarımkürəsində deməli iynə burnudur. Yəni qərb yarımkürəsində Almadi burnu Greenwichdən qərbə düşdüyü üçün ümumilikdə Afrikanın ucqar nöqtələri müxtəlif yarımkürədə fərqlənirlər. Yəni müxtəlif yarımkürədə yerləşirlər. Daha sonra Afrika ilə ucqar şərq və qərb nöqtəsi qərb yarımkürəsində, həmçinin 3 yarımkürə və 3 işıqlanma quşağı olan demək ki, materik isə Avrasiya hesab olunur. Deməli 180 dərəcə meridiandan qərbdə yerləşən Dejniob burnu və qərb ucqar nöqtəsi Greenwichdən qərbdə yerləşən Roka burnu hesab olunur. Demək ki, sualın şərtində həm Afrika, həm də Avrasiya materikləri üçün oxşar və fərqli cəhətləri müəyyən etməyimizi istəyir. Oxşar cəhətlərində ərazilərində 3 yarımkürədə yerləşən Alp qırışıqlığı mərhələsinə aid olan dağ mövcuddur. Bəli, bu Pirney dağları və Atlas dağlarıdır. Hər ikisi Kaynezoy yaşılıdır və hər ikisində Greenwich meridianı kəsir, 3 yarımkürədə yerləşir. Bu oxşar cəhət olduğu üçün bunu götürəcəyik. Daha sonra ikinci, ərazisində tropik dəniz iqlim yarımtipinə rast gəlinir. Avrasiyada rast gəlinməsə də, demək ki, Afrikanın qərbində rast gəlinir. Daha sonra bu əslində fərqli cəhətdir. Daha sonra 3, ərazisində savanna çeyrək meşələr təbii zonasının 40%-ni təşkil edir. Bəli, fikir Afrika üçün doğrudur, amma Avrasiya üçün deyil. Daha sonra fərqli cəhətlərinə Afrika-Asiya dil ailəsinin Hami-Sami dil qrupuna aid olan inkişaf etmiş ölkə mövcuddur. Deməli, Afro-Asiya dil ailəsi cənub-qərbi, demək ki, Asiya və Şimali Afrika ölkələri hesab olunur və burada Hami-Sami dil qrupuna aid ölkələr var. Lakin İsrail Avrasiyada yerləşir, yalnız o inkişaf etmiş ölkə hesab olunur. Bu fərqli cəhətlərdir. Yəni Şimali Afrikada inkişaf etmiş ölkə yoxdur. Daha sonra 1, 4-ü götürəcəyik. Daha sonra 5. Ərazisində Böyük Britaniyanın müstəmləkəsi olan köçürmə kapitalist ölkəsi mövcuddur. Fikir köçürmə kapitalist ölkə dedikdə İsrail və Carı götürmək olar. Lakin Böyük Britaniyanın müstəmləkəsi olan yalnız Cardır. Bu da fərqli cəhətlərdir. Yəni Afrika ilə Avrasiyanın fərqli cəhətlərdir. 1, 4, 5 götürəcəyik. Cavabımız B variantıdır. Altında izah edək. Ərazisində qaragül qoyunçuluğu inkişaf etdiyi ölkələr mövcuddur. Bəli, bu oxşar cəhətləridir. Amma burada fərqlinin altında verdiyi üçün bunu götürməyəcəyik. Yəni qaragül qoyunçuluğu da deməli Botswana, Car və Namibiyanın ərazisindədir və demək ki, Avrasiyada isə Qazaxıstan, Özbəkistan və Türkmənistanın ərazisində, yəni bu ölkələrdə qaragül qoyunçuluğu var. Sualımızın doğru cavabı bunlar əslində yəni hər ikisinin oxşar cəhətidir. Amma burada fərqinin altında verdiyi üçün bunu götürməyəcəyik. Yəni doğru cavabımız 1, 4, 5. Doğru cavab B variantıdır. İzlədiyiniz üçün təşəkkürlər.